Bugün Dubaydakı ərzaq alış-veriş qiymətlərindən danışırıq. Dubaya köçməyə planlayanların ən çox bilmək istədikləri mövzu deyə bilərəm. Videonu sona qədər izlə, çünki bu video hədiyyəlidir. Hələ də bu kanala abunə deyilsənsə, çox zamanını almayacaq. Abunə ol və dostlarınla paylaş. WhatsApp storylarını paylaş ki, hər kəs faydalansın. Dubaydakı maaşlarla əlaqəli bir çox videolar çəkmişəm. Kartlar bölümünə girib baxa bilərsiniz. Yəni Dubaya yeni gəlmisiniz, bir neçə aydır başlamışsınız işə. Ola bilər ki, 1000 dollar, 1200 dollar qazana bilərsiniz. Ərzaq alış-verişlər necədir? Mən sizə göstərəcəm. Keyfiyyətli ərzaq malları almaq istəyirsə, Carrefoura gələ bilərsiniz. İndi biz Şarjahda, Dubaydan çox uzaq deyil. Hardasa downtowndan 20 dəqiqəlik uzaqlıqdadır. İndi başlayacağıq biz Azərbaycanlıların daha çox sevdiyi çörək bölməsindən başlayacağıq. Görək qiymətlər neçədir. Deməli Dubayda bizdə olduğu kimi zavod çörəyi yoxdur. Ən çox yediyimiz burada bagetdir, bunlardır. Deməli bu bagetlərdir. Bu 1.49. 1.5 dirhəmdir. Yəni hardasa 70 qəpik. Amma mənim ən çox aldığım çörəyi bunlardır. Qara çörək deyə bilərik, amma tam qara deyil də. Brown. Mən bunlardan yeyirəm. Bunun qiyməti 10.79. Yəni 5 manat. Protein bread. Yəni çox belə çörək yeməməyə nəzarət edirəm, amma bunlar qəşəngdir. Evdə çörək yox, bundan götürəcəm. Bu Carrefour'un içində özünüz gördüyünüz kimi təndir var. Və burada təndir. Peçlər var burada. Bütün burada gördüyünüz kimi. Yəni Bravo marketdə də mən səhv eləməmişəm belədir. Bravo'da da bütün hər şey şirniyyatdır, çörəyi də orada pişirib satırlar. Burada da həmçinin. Dubayın Carrefour'unu Bravo market kimi dəyərləndirə bilərəm. Yəni demək olar ki, eynidir bunlar. Dubayda belə çoxdur. Burada misal üçün şirniyyatları belə qablaşdırırlar. 4 dənə, 5 dənə. Bunun içində hal-hazırda 8 dənədir. Şokoladlı kruasandır. 8 dənəsi 15 dirhəmdir. 8 dənəsi 7 manat. Bir dənəsi 90 qəpiyə gəlib düşür. Dubayda daha çox belə qablaşdırılmış məhsullar daha çoxdur. Yəni qablaşdırılmış necə? Yəni belə deyək, bu kekdir, banan kekidir. Bunu bütöv şəkildə satırlar təbii ki, amma belə deyək də burada daha çox insanlar belə tək yaşadığı üçün və yaxud da 2 nəfər yaşadığı üçün böyük kek almaq artıq onlara çox böyük gəlir. Ona görə də artıq bunu slaydlara bölürlər, belə qablaşdırıb satırlar. Baxın burada bu nədir? Mərcimək var burada. Yarım kilodur bunun içində. 3.80. 1 manat 70 qəpik. 1 manat 70, amma 500 qramdır. Amma bu 700 qramdır, 4 manatdır bu. Hibiskus. Bu hibiskusu belə, yəni müxtəlif, belə deyək də, qurudulmuş otlar, qurudulmuş meyvələr var burada. Pomelo meyvəsinin qurudulmuşudur. 300 qramdır, 4 manat 50 qəpikdir. Ərik qurusu Azərbaycanda da biraz belə qiymətləri boğulur. Burada 450 qramdır bu. Qiyməti də 17 dirhəm, yəni 8 manat. Not a lot. With a phone maybe? Yeah, this is the carry phone. Not camera. Not allowed. Oh, really? It's okay. All right. Thank you, brother. Okay, we will not continue, bro. No problem. Thank you. Thank you. It's okay. Just switch off. Deməli meyvə bölümünə gəldik və burada ananası alırsınız belə. Hey, how are you? Mashik using cashback promotion card code offer this month 500 dirham. Joining bonus is totally free for life card. What's that? Mashik Bank. No, thanks so much. Which bank Actually, I have mushroom. Mashik I have Bank. mushroom, yeah. Credit card or debit card? Credit. CBD Bank using? No. CBD. CBD check. MSMBD. No, bro, CBD thanks so much. Check details. No, thanks so much, man. Thank you, brother, thank you. Really, I don't need that. No need any bank statement, salary certificate. It's gonna take a lot of time, man. A lot of time. Thank you, bro. Qəşəng qırmızı soğandır. 1.80. Hardasa eləyir bu? 80 qəpik. Göy çay narı var, gözdə görə. Nar var belə. Bu misir narıdır 5 dirhəmə. Yəni 2 manat 30 qəpik. Və burada da ananas var. Ananası götürürsən, orada doğrayıb verirlər sənə hazır şəkildə. Artıq belə ehtiyac yoxdur. Evdə get əziyyət çək, doğra. Special offer'da deyəsən, bu ürəkdir. 2 manat 50 qəpik. Toyuq qanadı.
900 qram 7 manat. Belə bir toyuq var. 900 qramda 21 dirhəm, yəni 10 manat. Əslində bahadır məncə bu toyuq. Nəyə görə bahadır burada belə? 21 dirhəm. Pahalı, değil mi? Aynen. Dediyim kimi, burada hər şeyi belə qablaşdırırlar. 100 qram, 200 qram satırlar, düzdür? Burada ət var. Misal üçün, Dubayda bir neçə ət növləri ki var. Deməli, bunlar Hindistandan gəlir, Braziliyadan gəlir və digəri də Yaponiyadan gəlir. Avustraliyadan gəlir. Yaponiyada o biraz bahadır. Kobe ətidir o, Yaponiyadan gələn. Avstraliya əti Wagyu ətidir. Amma yəni mən sizə deyim ki, Wagyu ətində mən alıram. Yəni o qədər də keyfiyyəti yoxdur. Əslində Wagyu ət dünyanın ən qəşəng ətlərindəndir, belə sayılır. Avstraliya əti. Amma o qədər dadı yoxdur burada həqiqətən. Deməli, bu Avstraliya ətidir. Kilosu 59 dirhəmdir. Burada 518 qramdır, 30 dirhəm, yəni 14 manat. Bunların əksəriyyəti Avstraliyadır. Bu ribaydır. Bunun kilosu 93 dirhəmdir. Kilosu 93. Kilosu hardasa 46 manatdır bunun. Burada 400 qramdır, 40 dirhəm. Və çəkilmiş ət var burada. Bu da Avstraliyadır. Çəkilmiş ətin kilosu 55 dirhəm, yəni 26 manatdır. Burada 556 qramdır, 14 manat. Bunun kilosu 105 dirhəmdir, yəni 52 manatdır kilosu. Burada 514 qramdır, 28 manat. Sirloindir bu. Neyse, bu Angus, tamam, aynen. Amma bunun fiyatı yox. Bunun qiyməti üstündə yoxdur. 250 qramdır. Deyəsən bunu auksionla satılır. Qiyməti yoxdur üstündə. Hardasa var da bunun qiyməti bir. Kilosu var da bir 100 manat, 120 manat var. Ha, baxın burada Hindistan əti də var. Kilosu 34 dirhəmdir, yəni 16 manatdır. Elə rəngindən bilinir, elə bozulmuş kimidir elə. Bunun demək 582 qramdır burada. Bu da Hindistan ətidir. 18 manatdır kilosu. Ət almayacaq. Nəsə son zamanlarda ət yemək istəmirəm artıq. Sanki belə vegetarian oluram, get-gedə. Qanaddır bunlar. 15 dirhəmdir kilosu. Yəni 7 manat. Toyuq əti niyə bahalıdır belə? Əvvəl çox ucuzuydu. Burada belə karadeslər var. Oktopus var orada. Elə bunlar demək olar ki, hə, orada oyster var, krab var. Burada təzə squid var orada, hə, dəniz məhsulları ümumiyyətlə. Deməli, bu karades Azərbaycan dilində krevetka deyirlər də desən. Hə, krevetka. Bu krevetkanın qiyməti burada 25 dirhəmdir. Kilosu. 25 dirhəm, yəni 12 manat. Ha, bunlar da balıqlardır, müxtəlif balıqlar var burada. Birləşmiş Ərəb Əmirlikləri balıqla məşhurdur. Yəni burada çox balıqçılıq var. Omandır, Birləşmiş Ərəb Əmirlikləri. Ümumiyyətlə Birləşmiş Ərəb Əmirlikləri, ümumiyyətlə Dubai və yaxud da ki Abu Dhabi olsun, inkişaf eləmədən öncə və neft burada tapılmadan öncə bunlar ancaq sadəcə və sadəcə balıqçılıqla məşğul oldular. Bu Türkiyədən gəlib bu sibaz. Deməli 50 dirhəmdir. Yəni 23 manat. Bu salmon, Norveçdən gəlir bu salmon. Onun qiyməti 49 dirhəm. Bir də belə salmonlar var. Bu da 70 dirhəmdir kilosu. Burada fərqli bir salmon var. Bu 95'dir. Və organik salmon var. 123 dirhəmdir. Hardasa belə deyək 60 manat kilosu. Deməli, göyərtilər. Düzdür. Bu kişnişdir. Neyse, burada turp var. Və nanə var. Bu kişnişdir. Bu nədir? Şüyüddür bu. Yox, şüyüd deyil. Neyse. Hə, deməli, bir dənəsi 3 dirhəmdir. Yəni
1 manat 40 qəpik bir dənəsi. Biz hələ indiyə qədər bir dənə çörək almışıq. Sadəcə evdə səhər yeməyi yeyirəm, ona görə də səhər yeməyinə uyğun bir şeylər alacağam. Yumurtadır, pendirdir, nə bilim, yağ ola bilər. İndi burada baxın kalbasalar var. İndi halaldır təbii ki bunların hamısı. Bunun qiyməti baxım görüm. Əslində kalbasadır, bu şeylərdir. Azərbaycandan gələndə özümüz gətirir və yaxud da ki dostlar, tanışlar gələndə gətirirlər. Bunların hamısının qiyməti 20 dirhəmdir. Yarım kilodur və 20 dirhəmdir. Çoxu da toyuqdur bunlar. Amma dadları mən deyərdim ki, belə də, bunu ancaq belə qızardıb yeyəsən. Belə tək kəs onu çörəyin arasına qoyub, məncə o qədər ləzzətli olmaz. Belə saskalar var. Kilosu 74 dirhəmdir bunun. Kilosu 36 manatdır bunun. Burada 260 qramdır, 10 manat belənçinə. Amma dediyim kimi, bax, burada hazır şəkildə satırlar. Bu, misal üçün, hinduşkanın döşətidir, hissə verilmiş. Bu da eyni şəkildə hinduşkadır. Belə, bunlar əladır ki, tək nəfər, 2 nəfər qalanda rahat da bütöy almırsan. Alırsan belənçinə qablaşdırılmanı, bir gün, 2 gün bitdi, ondan sonra yenə alırsan. Bu, bastırmadır. Özdə haranın bastırması, bir dənə diqqət edin buna. Qablaşdırılmış xiyar var. 4 dirhəmdir. Bunlar yəni 1 manat 90 qəpik. 500 qramdır, yarım kilodur. Amma mən sizə deyim ki, burada qablaşdırılmış məhsullar biraz keyfiyyətləri daha yaxşı olur. Ona görə qiymətlər bir tık yuxarı olur. Amma belənçində kilo ilə olanlar da var da. Kilo ilə olan xiyar da var. Onlar hardasa olur 2 dirhəm, 1 manat hava belənçinə. Bunlar qablaşdırılma deyənə ən yaxşılarını götürüb seçib qoyurlar ki, belə həm qəşəng görsənsin, həm də qablaşdırılma əladır. İran badımcanı 4.6 dirhəm, yəni 2 manat. Belə göbələklər var, bunlardan çox alıram mən. Səhər belə göbələk yumurta yeməyi çox xoşlayıram. Göbələk omleti çox sevirəm mən. Bu Omanındır, 6 dirhəmdir, yəni 2 manat 80 qəpik. Aha, burada çeşid pomidorlar var. İndi deməli, cherry tomato var burada. Bu 7 dirhəmdir. 3 manat. Kareçrin pomidor bu Niderlandındır. Holland pomidorudur. Deməli 27 manat, 27 dirhəmdir bu. Yarım kilosu 13 manat. Amma ən çox mən istifadə edirəm bunu. Çox qəşəngdir. Dadı da qəşəng olur. Bunlar yerlidir. Dubai istehsal edir bunları. Bunun da qiyməti 15 dirhəmdir. Pomidor var, bu da fərqli bir şeydir. Bu da Birləşmiş Ərəb Əmirlikləri istehsal edir bunu. O qədər baha deyil, bu 5 manatdır. Bu qablaşdırma 5 manatdır. Bunlar şirin pomidorlardır. 500 qramı 7 manat. Bu isə Səudiyyə Ərəbistanındır. Bu 9 dirhəm, yəni 4 manat. Belə qablaşdırılmış var, yenə Birləşmiş Ərəb Əmirlikləri istehsal edir, cherry tomato. Bu isə 3 manatdır. Burada yumurta çeşidləri həqiqətən çoxdur. 30 dənəsi 34 dirhəm, yəni 16 manat. Bu isə 37 dirhəmdir, 30 dənəsi. 15-16 manat. 15 dənə olan 7 manat. Belə birisi var, bu biraz bahadır. 41 dirhəmdir, yəni 20 manat. 30 dənəsi 20 manat. Bu həm omega 3-dür, həm də D vitamini ilə zəngindir. Bunun balacası olsalardım, amma 30 dənə çoxdur mənim üçün. Mango heç sevmədiyim bir meyvədir. Kilosu 12 dirhəmdir, misirindir. Qarpız təbii ki, burada hər zaman var. Türk qarpızıdır, bu çəyirdəksiz qarpızdır. 5 dirhəm, yəni 2 manat 30 qəpik. Omanın yemişi var, 6 dirhəm. 2 manat 70 qəpik. Bir də İordaniyanın var belənçinə. Ha, bu qəşəngdir. Bunun heç iyi yoxdur. Ha, bunun qoxusu yaxşıdır, qəşəngdir bu. Bal yemişdir bu. Bu yine baldır içində. Amma iyi yoxdur bunun. Ekvador bananı 3 manatda kilosu. Burada yenə qablaşdırılmış üzümlər. 6 manat üzüm. İran üzümüdür bunlar. Və burada beləsi var. Bu isə 5 manatdır. Bu mısır üzümüdür.
Kilosu 8 manat. Burada yenə qablaşdırılmış meyvələr var. Gilə meyvələrdir bunlar. Bu liçi değil mi? Çilek, altın çilek. Gold. Golden strawberry. Bu meyvənin Azərbaycanca adı nədir? Zəhmət olmasa rəylərdə bildirin də. Mən bilmirəm. Qiyməti 3 manatdır. Bunlar 8 manatdır. Böğürtgen var burada. Böğürtgen, hə. Bu 11 manatdır. Ha, golden berries deyir burada. Qızıl gilə meyvə. Eynisidir. Qızıl gilə meyvə. Amma Azərbaycanca məncə qızıl gilə meyvə belə bir meyvə yoxdur. Azərbaycanca adı nədir? Zəhmət olmasa yazın. Ha, kranberi bizdə var. Bayağı var. Sizde var mı? Bizde yok mu? Bu bizdə çox. Currant. Bizdə çox var bundan. Bizdə bu cənub bölgəsində var. Bu təzyiqi olan insanlar çox istifadə edirlər bunu. Adını bilmirəm. Hə, kumquat meyvəsi. Hə, kumquat meyvəsi. Həri. Burada çiçəyi var. Çiçəyin 250 qramı 6 manatdır. Amma mən deyərdim ki, bu çiçəklərin dadı yoxdur. Su kimidir də bunlar. Bunlar elə bilinir ki, bu kal vəziyyətdə götürülür, istidə saxlanılır, güya qızardılır, gətirib qoyulur bura. Bu, yəni Yeni Zelandiya almasıdır bu. 2 dənə beləsi 7 manat. 2 ədəd bab balaca 7 manat, çox bahadır. Burada gavalı var belə. 3 manat 50 qəpik. Yarım kilodur. Kivi var, İran kivisidir. 3 manat. Blackberry var belə. 40 manatdır. 40 dirhəmdir. Bu 20 manatdır. Yaban versin. Yavan mərsini. Sizde de öyle mi? Yox, bizdə qarağat gedir, qarağat. Dragon meyvəsi Azərbaycanda da var məncə. 5 manat. Bir dənə dedim, onu bir dənə ortadan kəsin göstərmiş seçini. İçi belənçinə. Əjdaha meyvəsi. Versailles. Oh, thank you. Give your friend the Hmm, friend. gəlin. Dadlıdır, ləzzətlidir. Bir dənə əjdaha meyvəsi, bir dənə çörək. Hə, pomelo meyvəsi, bu portağalın 3 kilosu South Afrika, Cənubi Afrika Respublikasındadır. 8 manat. Ha, bu pomelo başqadır, hə. Hə, bu pomelo elə bir şey greyfurt kimi. Bildim, içi greyfurt kimi. Mən dediyim başqadır. Onun adı nə idi? Papaya. Papaya. Hə, papaya. Pomelo başqadır. Pomelo, hə, greyfurta bənzəyir. Mən dediyim papayadır, o yemişə bənzəyən. Hə, vəsə. Getdik. Aynen. Pendir çeşidləri var. Bu Friko Edam pendiri. Bunları bəyənmirəm. Euro Gourmand. Nəysə, bundan bir dənə götürərəm. Kilosu 35 manatdır bu pendirin. Burada 200 qramdır. Olacaq 6 manat. Burada təbii ki, müxtəlif pendirlər var belə. Bu nə pendiridir? Kaşaval. Kaşar. Bu kaşar pendiri 350 qramı bunun. 30 dirhəm. 15 manat. Mavi pendir. Bunu qəşəng belə, əgər şərab xoşlayansınızsa, bunu şirin şərabla, sweet şərabla qəşəng içmək olar bunu. Və yaxud da ki, prosecco ilə, şampanski ilə çox qəşəng gedir də. Blue cheese əladır. Reggiano falan filan bunlar bəyənmirəm. Bu parmezana bənzəyir. Reggiano. Parmezan istifadə eləmirəm. Sadəcə mənə səhər belə yeyə biləcəyim pendir çeşidləri lazımdır. Olsun, bir dənə götürdüm, getdik. Təzə südlər 3.8 litr. 3.8 litri 7 manat. Belə qatıqlar var. Bütün şeylərin üstünə yazılır belə special offer. Nədirsə bugün
deyəsən xüsusi offer var ona görə. Bu 1 kilodur. Nə qədərdir? 2 manat 50 qəpik. 1 kilo qatıq 2 manat 50 qəpik. Burada yoğurtlar var. 3 dirhəmə 1 manat 50 qəpiyə var. Ən ucuzu 45 qəpik. Sadə süd mü? Süd məhsulları, ha. Bu da deyəsən Yunandır bunlar, Krik. Yox, bu da Almaniyadır. Ha, Almaray. Hələ bir ki 5 dirəmdir. 2 manat 30 qəpik. Bunlardan götürərəm. Bunlar nəlidir? Qaraqatlıdır. Hamısını qaraqatlı eləməyək də. Əş olsun, qaraqatlı olsun. Ayrandır bu. 3% yağlılığı var və 2 litrdir. 2 litr 5 manat ayran. Belə smetan var burada, cheese cream. Pendir kremi var. 35 dirhəm, yəni 16 manat. Azərbaycanda qiymətlər necədir? Burada qiymətləri deyirəm. Əgər hər hansı bir qiymət görürsə ki, Azərbaycanda ucuzdur və yaxud da ki, çox bahadır, arasında çox qiymət fərqləri var. Zəhmət olmasa kommentlərdə bildirin. Müzakirə eləyə kommentlərdə qiymətləri. Burada olan cipslər Doritos markası var. Burada ən çox belə deyə burada Doritosdur. Azərbaycanda bilmirəm hansı markanı daha çox sevirsiniz, hansı daha çox belə deyək də alınır. Amma burada Doritos markasıdır. 5 dirəmdir bunlar. Normal ölçüdə olan 5 dirəm, yəni 2 manat 30 qəpikdir. Azərbaycanda hansı marka daha çox istifadə olunur? Hansı markanı daha çox alırıq? Zəhmət olmasa kommentlərdə bildirin. Pringleslər var. Burada 14 dirhəmdir bunlar. Yəni 6 manat 50 qəpik. Paprika olanı var, pendir olanı var və salt vinegar var. Duz vinegar var, ketçap var, orijinal olanı var və burada deməli turş krem və soğanlı olanı var. Burada leyslər də var. Məncə Azərbaycanda daha çox leys istifadə olunur. Biz leys alırıq Azərbaycanda, səhv eləmirəmsə. Dediyim kimi bildirin sıraylarda. Burada da müxtəliflər var. Tomat ketçaplı var. Ondan sonra chili lime. Bu chili lime çox qəşəngdir. Həqiqətən chili lime olan superdir. Mən hətta bunu çox yerdə axtarırdım. Tapa bilmirdim, amma burada var. Qiyməti də 7.5 dirhəmdir. Hardasa 3 manat 30 qəpik. Və burada Tiffany Fins var. 2 dirhəm. Çox baha deyil bu. Amma Birləşmiş Ərəb Əmirliklərdə bu daha çox belə deyək məşhurdur, belə deyək. Burada demək chili olanı var. Bu duzlu olandır. Və burada, oh my god, mənim ən çox sevmədiyim, heç sevmədiyim hot. Bu da chilidir, dəhşət. Bu cheddardır, pendirli. Yəni mən cipsidə salt vinegar sevirəm. Bir də chili, bu lime da sevə bilərəm. Yəni o qədər də acılı olmur da. Burada hazır suplar var. Ayda kari, bu Hindistan kari, bunlar bizlidir. Amma yəni belə hazır suplar var burada. 3.5 dirhəm. Yəni 1.70 manat. Belə balaca olanlar var. Bu 5 manatdır. İçində 5 ədəddir. 5 ədəd su 5 manatdır. Deməli, burada makaronlar var. Beləncə 3 dənəsi bir yerdə olan var. Bunlar 5 manat, 2 manat 50 qəpik. 3 dənəsini birləşdiriblər bir yerdə. Deməli, 2 manat 30 qəpik qiymətidir. Təkliləri var belənçinə. Təklilər var. Bu, o desən ofurdur yenə də. Bu belənçinə var 2 manat 30 qəpiyə. Bu yenə də yerli maldır. Yəni Dubai Birləşmiş Ərəb Əmirlikləri hər şeyi import eləyirdi başqa yerlərdən, başqa ölkələrdən. Amma son zamanlarda artıq bütün hər şeyi lokal olaraq, yəni Birləşmiş Ərəb Əmirliklərində artıq istehsal üçün əllərindən gələni eləyirlər. Yeni iş yerləri açırlar, yeni fabriklər açırlar ki, artıq bütün məhsulları özləri istehsal etsinlər. Yəni başqa ölkələrdən gətirməsinlər. Təbii ki, kostu aşağı salmaq üçün. Barilla var. Mən bunu gördüyüm şey də bu Bravo'da. Bilmirəm orada qiyməti nə idi, yadımdan çıxıb. Burada 7 manatdır. Zəhmət olmasa
Bu Azərbaycanda var. Mən Bravo'da gördüm. Qiymət Azərbaycanda neçədir? Bir dənə rəylərdə bildirin də. Mənim yadımdan çıxıb həqiqətən. 500 qramı 6 manat 50 qəpik. Və su, bəzi çox videolar görmüş yəqin ki, Birləşmiş Ərəb Əmirliklərində o su daha bahadır, yoxsa benzin videosu çəkirlər. Orada təbii ki, o bahalı suları müqayisə etdirirlər. Amma burada suyun deməli, bir dənə bu 6 dənədir içində və 1.5, yəni 9 litr sudur. Ümumilikdə 9 litr su 2 manat 30 qəpik. Obşu 9 litr su 2 manat 30 qəpik, normaldır. Belə var Avayın suyu. Bu 12 dənədir bunun içində. Bu 5 manat, 4 manat 60 qəpik. Amma təbii ki, bu orada müqayisə elədikləri su bu Evian falandır. Evian misal üçün eyni qayda 1.5 litrdir bir dənəsi, altın olsun, yəni 9 litr neçədir? 60 hardasa 29 manat falan. Bir də ki, Dubayda qazlı su daha bahadır. Qazlı sular bahadır Dubayda. Baxın məsələn San Pellegrino əslində o qədər də baha, yəni 4 manatdır burada, 4 manat. Təbii ki, restoranlarda çox baha satılır. Hardasa 20-22 manat bunlar. İndi burada 4 manat. Beləsi var 5 manat. Bir də təbii ki, Voslardır. Vos o qədər də baha deyil, amma yəni ya bu plastik olandır. Ona görə biraz ucuzdur bu. Bu 3 manatdır. Amma Voslar normalda yəni şüşə olur da, onlar bahadır. 300 ml-dir. Yəni 330, hə, bunlardan 3 dənəsi 1 litr nə qədər eləyir? 2.70. Benzinlə nə qədərdir? 2.30, 2.40 belə bir şeydir. Deməli su benzindən bahadır da qardaş. Yalan demirlər, ax boşva dönüm sənin. Hə, burada yağlar var. Simçika yağı, qarğıdalı yağı, Alokozay. Bu deyəsən Türk yağıdır. Nə qədərdir? 10 manat. 1.5 litr 10 manat. Burada baharatlardır ki, biz baharat sevmirik qardaş. Belə var, misal üçün burada offerlar var. Nə qədər? 3 litr olacaq bunlar. 3 litr. Kanola nə bu? Ağır bir yağ. Kanola çiçek yağı. Ha, bu kanola, bu deyir gül yağıdır. Bu, hə, deyir üstündə var, deyir. Bu gülün yağıdır. Yox, biz belə şeylər istifadə eləmirik. 1.5 litri 10 manatdır. Azərbaycanda qiymətlər neçədir? 1.5 litr. Belə bir qarğıdalı misir yağının qiyməti nə qədərdir? Zəhmət olmasa rəylərdə bildirin. Burada misal üçün badam yağı var, 10 manatdır. Nə qədərdir? 250 ml-dir. 250 ml 10 manat. Avokado yağı var, 13 manat. Linseed. Lin bilmirəm nə deməkdir. Lin çəyirdəyinin yağıdır. Bu nə qədərdir? Bu da 10 manat. Burada var nanə yağı var, süsəm yağı var, sesame oil var. Və burada ginger, zəncəfil yağı var. Kokos var burada. Bu sage. Sage nə idi? Ada çayı. Ada çayı. Hə, ada çayı yağı. Ondan sonra fındıq yağı var. 12 manatdır. Pastor var. Kokonat yağıdır. Ya bunların hamısı dediyim kimi, bunlar hamısı UAE-dir. Yəni Birləşmiş Ərəb Əmirliklərində istehsal olmuş. Və burada da, hə, bu çox qəşəngdir bunlar. Həqiqətən də aça bilmirəm bunu. Bu belə sprey kimidir də bu yağlar. Sprey kimi çox qəşəngdir. Bu da zeytun yağıdır, amma ətraflı göbələyi aromalı. Bunlar belə spreydir. Həm ekonomik də bunlar. Yəni həmişə evdə mən zeytun yağını belə tökəndə belə qədərini tutuzdura bilmirəm. Bir də görsən çox getdi, düzdür? Amma bu spreydir. Spreylə qəşəng ekonom istifadə eləmək olur. Aysa. Burada bizim o Teksun yağlar var idi əvvəl, Teksun. Uşaq vaxtımızın şeyləri, yağları bu Teksun. Deməli 16 manatdır bu. 15 manat deyək də. Nə qədərdir bu? 2 litr. Təbii ki, böyüklər də var, 4 litrlik, 5 litrliklər də var. Mən deyərdim ki, Dubayda zeytun yağı çox bahadır. Azadın dediyinə görə bunlar gəlir Tunisiya. Ərəb ölkələrindən, ayso. Təbii ki, İspaniyanın burada zeytunları da çox qəşəngdir. Mən çox sevirəm İspan zeytunu, çox ləzzətli olur. Və onların deyil budur, Spanish oil. Bu, misal üçün, İspaniyanındır. Qiyməti neçədir? 7 manat. 250 ml-dir. Bu videonu hələ də izləyirsinizsə, dediyim kimi bu video hədiyyəlidir. Videonun sonunda mən kaşiyerə gedəndə, kassada nə qədər aldıqlarım, nə qədər məbləğ tutacaqsa, onu sizə göstərməyəcəm.
siz öz fikirlərinizi, öz məbləğinizi zəhmət olmasa rəylərdə bildirirsiniz. Hansı rəy sahibi mənim aldığım, belə deyə, məbləğə uyğun gələcəksə və yaxud da ki, tam məbləğ olacaqsa və çox uyğun gələcəksə, o insan 3 nəfər 200 dirhəm məbləğində Carrefourdan istədiyi şeylər ala bilər. Oktyabrın 15-nə qədər. Sona qədər izləyin. Deməli, bu Carrefour elə bir yerdir ki, Carrefourda sadəcə ərzaq malları deyil də, hər şey var. Geyim var burada, elektronika var, kosmetika var. Misal üçün şampunları göstərir. Şampun Pantene 2 dənədir bunun içində. 11 manat. Ətirlər var, ətirlər məsləhət bilmirəm buradan almaq, çünki o qədər də Nivea hər yerdə Nivea'dır. 20 dirhəmdir bu. 9 manat 50 qəpik. You're taking video? Yeah. Sir, I am here. Why you don't inform first? Okay, delete it. Delete. Yəni bura Dubaydır. Dubayda həqiqətən belə şeylər rast gəlinir. İnsanlar artist eləyirlər bəzən. Məni çəkmə, nə bilim nə, ərim var, nə bilim nə, artist eləyirlər təbii ki. Amma olsun da neyniyək? Bura Dubaydır. Dubayın qayda qanunlarında əslində deyirlər ki, kiminsə videosunu çəksə nə qədər cərimə olunur. Bunu mən videolarımda da bildirmişəm. Ona görə də bunlar ondan advantage götürürlər, bildiniz necə? Yox, dayı, səbrimizi qoruyub, dayı, onlarla bir dil tapmalıyıq. Yataq otağına lazım olan əşyaları məncə Carrefourdan almayın, çünki Carrefourda qiymətlər yüksəkdir. Prostinadır, burada neçədir? 42 manatdır. Siz bunu Dragon Mart'dan gedib haradasa 20-30 dirhəmə ala bilərsiniz. Burada 3 qat bahasınadır. Yəni ona görə də yataq otağına lazım olan nə varsa, onları siz Carrefourdan almayın, çünki qiymətlər aşırı yüksəkdir. Aşırı yüksəkdir. Burada paltarlar da var. Paltar təbii ki, Carrefourda paltar üçün yer deyil. Buradan almağa dəyməz. Dəsmallar var burada, 25 dirhəmdir. Bu əliz dəsmallardır. Amma o qədər də baha deyil əslində. 25 dirhəmə normaldır. Karoçi, dəsmal, yastıq, döşək, nə bilim, pakrival, yataq otağına lazım olan əşyaları gedirsiniz, Dragon Mart'dan alırsınız. Bura çox bahadır. Sizde yastık başka bir şey değil mi? Yastıq ucuz da, yastıq o başımızı koyduğumuz. Pilo. Carrefourda skuter da satılır. Bu skuter çox qəşəngdir. Marshall markasıdır. Baxın, burada 1830 dirhəm olub. İndi satırlar sadəcə 1100 dirhəmə. Dəyər. 460 manatadır. Marshall biraz ondan balaca olanı var. 900 dirhəmdir bu. Azərbaycanda skuterlar neçədir? Zəhmət olmasa kommentlərdə bildirin. Uşaqlar üçün oyuncaqlar var. Təbii ki, uşaq oyuncağı istəyirsə gedin %100 ya Yivu marketə gedin, ya da ki China Mall-a gedin. Yəni uşaq üçün nəsə oyuncaq istəyirsinizsə əgər. Bir dənə alacaqsınızsa, yox təbii ki, bir neçə dənə 5-6 dənə oyuncaq alacaqsınızsa, gedin Yivu marketə. Ondan sonra ya China Mall-a gedin. Burada veşilkalar var, əlcəklər var. Və belə bir xalça var burada. Bu xalçanın qiyməti 580, hardasa 270 manat. Burada da belə veşilkalar var, təmizlik əşyaları var, ütü masaları var. Ondan sonra paltarlarınızı qurutmaq üçün belə asılqanlar var. 37 dirhəmə var burada, 15 manata. Təbii ki, bahaları da var, belə ucuzları var. 16-17 dirhəmə. Xəkandas, paspas, nə bilim belə şeylər. Carrefourda bunlar biraz bahadır. Mən məsləhət bilməzdim bunu Carrefourdan almağa. Gedib Satvadan da ala bilərsiniz, misal üçün belə şeyləri. Çünki bunlar Carrefourda biraz qiymətləri çox yüksəkdir. Gedib day to day-dən ala bilərsiniz. Bu məhsulları, yəni belə day to day var Dubai Mall-un yanında. Oraya gedib ala bilərsiniz. Sonra çox ucuzdur. Özə keyfiyyətləri də o qədər demişsə, bununla onun arasında o qədər fərqi yoxdur. Yəni demək olar ki, eyni keyfiyyətdir, amma Carrefourda biraz qiymətlər yüksəkdir. Burada hətta velosiped də satırlar. Deməli, 1250 dirhəm, hardasa 600 manat. Bu biraz bahadır. Bu 1100 manatdır. Ən ucuzu görək neçə olacaq? Ən ucuzu hardasa 250 manat. Təbii uşaq üçün olanlar da var. Hardasa 250-300 manat arasında. Və dənizdə istifadə edə biləcəyiniz eynəklər var burada. Hovuzda istifadə edə biləcəyiniz, nə deyirsə sana bilmirəm. Bonilər var. Və bunlar da balıqçılıq üçün istifadə olunan kilovlar. Demək olar ki, bitirdik biz videonu. İndi gedirəm kassaya. Təbii ki, bir neçə sənə səbətdə var, nəsə qoymuşam, amma çox azdır. İndi onu əlavə eləyəcəyik. Siz sadəcə öz fikirlərinizi nə qədər olacaq, fikirlərinizi zəhmət olmasa rəylərdə bildirin. Və dediyim kimi, oktyabr ayının 15-də mən Mr. Salih 91 Instagram kanalımda nə qədər xərcləmişəm, onunla əlaqəli bir reels paylaşacağam. Və o reelsdən görəcəksiniz ki, mən kassada nə qədər ödəyirəm və
rəylərdə baxacağıq ki, rəylərdə kim o məbləğin tam dəqiqini yazıb və yaxud da ona uyğun, ona ən yaxın olan rəqəmi yazıb. Belə izləyicilərimiz olsa 3 nəfərə 200 dirhəm dəyərində. Əgər Dubayda yaşayırsınızsa, bez problem. Ertəsi gün gəlirik, gedirik Carrefoura, istədiyinizi götürürsünüz, 200 dirhəmlik alış-veriş. Əgər Dubayda deyilsiniz, Azərbaycanda yaşayırsınızsa, Dubaya gəldiyinizdə yenə də 200 dirhəmlik Carrefourdan alış-verişi eləyə biləcəksiniz. Təşəkkür edirəm izlədiyiniz üçün. Bu kanala abunə olun, xahiş edirəm. Çünki o qədər videolar çəkirəm. Abunə olanların sayına baxıram, ümumi statistikaya baxmışam. 94% insan videolarımı izləyir, amma abunə deyirlər. Zəhmət olmasa bu mənə yeni videolar çəkmək üçün motivasiyon verir. Ona görə də zəhmət olmasa izləyirsənsə, ilk dəfə qarşıma çıxıb bu kanal, zəhmət olmasa abunə ol butonuna bas və yanındakı zvonoku da aç ki, yeni videolar yüklədiyimdə xəbərdar olasan. Hər birinizə təşəkkür edirəm, minnətdaram. Alışverişimizin sonunda gəldik. Bura görürük ki, Azərbaycan burada şaftalısı var. Ona görə mütləq şəkildə almalıyıq. Azərbaycan hansı bölgəsi şaftalı üçün məşhurdur? Dən zəhmət olmasa rəylərdə bildirin də. Azərbaycanım mənim.